Bismillahirrahmanirrahim. Əgər oruç tutan adam bilir ki, filan sözü filan kəs yalandan düzəldib və sən bunu bilə-bilə deyirsən ki, bu sözü Allah deyib, ya Peyğəmbər deyib, ya imam deyib. Yəni, başqasının düzəltdiyi yalanı nisbət verəsən Allaha, yaxud Peyğəmbərə, yaxud imamların birinə. Belə olduğu təqdirdə bu şəxsin orucu batil olur. Oruç tutsa bu, oruç tutduğu halda belə bir iş görsə, bunun orucu batil olur. İkinci məsələ, bilir ki, filan kəs bu sözü yalandan düzəldibdir. Sən də o sözü oruc halında nəql edirsən. Demirsən Peyğəmbər deyib, demirsən Allah deyib. Deyirsən filan kəs deyibdir. Filan kəs bu sözü deyibdir. Yəni, o şəxsdən bu sözü nəql edirsən. Bu surətdə şəxsin orucu batil olmur və orucu səhih olur. Elhamdülillah.